Yerin süni peykinin yer səthi yaxınlığında dövrətmə tezliyi n olarsa, yer səthindən h bərabər 8 r hündürlükdə nəyə bərabər olar? Məlumdur ki, sürətin 2 pi r böl t düsturu var. Bir də kök altında jn bölünsün r düsturu var. Aha, birinci kosmik sürət. Buradan görürük ki, t'nin kvadratı r'in kubu ilə asılıdır. N bərabər 1 böl t olduğuna görə, onda r'in kubu ilə tezliyin kvadratı tərs asılı olacaq. Deməli, n1 bölünsün n2 kvadratı bərabər olacaq r2 bölünsün r1'in kubuna. n1 elə n'dir, n2'ni axtarıram. r2 əvvəl özünün radiusu var idi. Bir də indi 8r məsafəsini apardıq. Onda 9r verəcək bizə. 9r bölünsün r'in kubu. Hər tərəfdən kök alsaq, n bölünsün n2 bərabər olacaq. Bu gedir. Elə bil ki, kökün altında 9'un kubu. Bu da 9 kök altında 9. Yəni ki, 27 deməkdir. N bərabər olacaq 20, yox, n2 lazımdır bizə. n2 bərabər olacaq n bölünsün 27. Yəni D variantı.